Zəkiyə xanım, sizi salamlayıram bir daha. Yeni və maraqlı faktlarla bu dəfə qarşınızdayam. Yeri gəlmişkən eşitdim, mənə də məhkəməyə verirsiniz. Bu sizin haqqınızdır. Amma sizə Qazax Tovuz Regional Təhsil İdarəsindən danışacağım. Deməli, həmin bu idarədən bir nəfər bildiyim qədərilə xanımdır. Mənə müraciət edib və belə bir deməli sual verib ki, köməklik göstərə bilərsiniz müraciətlə bağlı. Müraciət də nədir? O materialları sizə kim göndərib? Və mən ona yazmışam ki, deməli, sizə həmin mövzuda başqa bir fakt təqdim eləmək istəyirəm. 48 dəqiqədən sonra mənə cavab yazdı ki, buyurun. O vaxta qədər də 2 dəfə zəng vurmuşam onlayn olduğu halda. Burada məsələ nədir? Yəni burada problemi düzəltmək deyil mövzu. Bu materialı kim ötürüb? Bax, bunun üzərinə fokuslanıb, ona görə də heç vaxt oradan problem bitməyəcək. İndi gələk başqa bir məsələyə ki, o şəkil güya Photoshopdur. Bu məsələ də gəlib qulağıma çatıb. İndi onu gəlin qısaca belə bir təhlil eləyək. Görək söhbət nədən gedir. Dəyərli dostlar, dəyərli insanlar. Deməli, belə bir foto göndəriblər ki, görürsünüz orada araq şüşəsi yoxdur. Bu Photoshopdur, bunu intiqam düzəldib. İndi gəlin bu şəkili bir-bir təhlil eləyək. Sizə axırda bir dənə belə çox maraqlı bir foto göstərəcəm. Deməli, birinci fotoda bəli, doğrudan da, indi gördüyünüz fotoda doğrudan da araq şüşəsi yoxdur. Amma birazdan o şüşə necə peyda olacaq görəcəksiniz. Masanın baş tərəfində tort var. Salfetlər stəkanların içərisindədir. Məclis hələ indicə başlayıb. Belə deyək. Hələ hamının da belə dayanmağından, oturmağından fikir versiniz. Və növbəti kadr. Araq orada peyda olur. O hardan peyda olur, indi onu da sizə deyəcəm. Və indi başqa bir maraqlı məqam var. Orada gələcək. Və bəli, bax bu foto. Gördünüz, əldə badə. Ən ekranın bax bu hissədə gördüyünüz şəxsin əlində də belə bir badə. Mən Fanta ilə belə sağlıq deyildiyini açıq görməmişəm. Və bütün hallarda bu videonun çəkilməyində məqsəd bu kimi halların aradan qaldırılması idi. Günah keçisi axtarmaq yox. Regional Təhsil İdarəsinə daxil olmaqla sizə müraciət edirəm. Mən kiminsə düşməni deyiləm, kimlənsə ədavət aparmıram. Və aparmaq niyyətim də yoxdur. Çünki siz də mənim xalqımın övladısınız. Amma səhvinizi etiraf eləmək əvəzinə mənim belə deyək, səhifələrimə troll ordusu tökürsünüz. Bilmirəm, sizin yaxınlardır, tanışlardır, işçilərdir, onu deyə bilmərəm. Amma biri məsələn gəlib yazıb ki, deməli, pul istəmirsən, verməyiblər və s. Əvvəla, belə deyim, onu yazan, o cür düşüncədə olanlar, mənə indiyə qədər ümumiyyətlə təklif olunan və imtina elədiyim pullara siz nəinki özünüzü, hər şeyinizi və çox şeyinizi satardınız. Amma burada söhbət ondan getmir. Bu sadəcə bir fakt idi, bir fotoydu, göndərilmişdi. Mən də ictimailəşdirdim. Öncəsində də təbrikimi çatdırdım hətta direktora ki, təbrik edirəm övladınızın toyu münasibəti ilə və s. və ilaxır. Amma indi bunu durub mənim əleyhimə çevirmək. Tamam, əgər davam ediriksə, qaldığımız gibi mən 2-ci seriyanı bitirdim. İnşallah 3-cü seriyada görüşərik. Hələlik. Ən vacib məsələlərdən biri az qala yadımdan çıxmışdı. Bir də Regional Təhsil İdarəsi. Araşdırın, görün, Zəkiyə xanımla həmin məktəbin keçmiş bir xadiməsi var. Həyatdadır, Allaha şükür, sağlamdır. Onun arasında hansı anlaşma olub ki, o anlaşma pozulduğuna görə həmin xadimə Zəkiyə xanımdan aidiyyatı qurumlara şikayət edib. İstəsəz təfərrüatı mən açıqlayaram növbəti seriyada. Amma məncə özünüz araşdırsanız daha yaxşı olur.